حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله الحمد لله الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله اللهم صل وسلم على سيدنا محمد وعلى آله وأصحابه أجمعين أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وجعلنا الليل لباسا وجعلنا النهار معاشا صدق الله العظيم. Aziz, muhterem müminler, bugünkü mövzumuzun adı zamanı düzgün idarə edək. Həmd və səna uca Allaha məxsusdur. Biz ona həmd edir, ondan kömək və bağışlanma diləyir, nəfsimizin şərindən, pis əməllərdən uca Allaha sığınırıq. Uca Allah, Quran-Kərimin Ali-İmran surəsinin 102-ci ayəsində belə buyurur: Ya eyyühəl-ləzina əhtəqullah haqqa tuqatilhu və la ta'mununna illə bə'antum muslimun. Ey iman gətirənlər! Allaha qarşı layiqinca təqvalı olun, qorxun, çəkinin və dünyadan müsəlman kimi köçün. Əziz möminlər, hazırki dövrün pis vərdişlərindən biri də bəzi insanlarda müşahidə edilən zamanı düzgün idarə etməmək adətidir. Məsələn, bəzi insanlar zəruri olmadığı halda gecələr oyaq qalmağı alışqanlığa çevirirlər. Bu vərdiş insanın canına, ağlına və düşüncəsinə zərər verir. Bu hal insanın özü ilə Rəbbi, eləcə də ailəsi və yaşadığı cəmiyyətin üzvləri ilə olan əlaqələrinə ciddi zərbə vurur. Əgər insan həyatda uğur qazananlarla uğursuzluğa məruz qalmışları müqayisə etsə, görər ki, gecələri oyaq qalanlar nadir hallarda dini nöqteyi nəzərdən müvəffəqiyyət və dünyada bol qazanc əldə edənlərdir. Gündüz yatıb, gecə oyaq qalanlar namazları da vaxtında və yaxud ümumiyyətlə qılmırlar. Belə hallar istər dünya və istər də axirət üçün böyük qazanc əldə etməyə köməklik göstərən imkanların itirilməsinə səbəb olur. Bu da çox böyük ziyandır. Allah gecəni istirahət, günüzü bərpa etmək, gündüzü isə fəaliyyət göstərmək və ruzi axtarışı üçün yaratmışdır. Uca Allah Quran-Kərimin Yunus surəsinin 67-ci ayəsində belə buyurur: Gecəni dincəlməyiniz üçün qaranlıq, gündüzü isə çalışıb ruzi qazanmağınız üçün işıqlı edən odur. Həqiqətən bunda Allah kəlamını eşidənlər üçün ibrətamiz dəlillər vardır. Nəbə surəsinin 10-cu, 11-ci ayələrində də bu mövzudan bəhs edən Uca Allah təala buyurur ki: وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا. Biz gecəni bürüyən, örtük,
etdik, gündüzü isə dolanışıq ruzi qazanmaq vaxtı etdik. Vaxt insanın sərvətidir və əvəz olunmazdır. Vaxtını itirən şəxs öz həyatını itirmiş kimidir. Vaxtının qədrini bilən adam isə həm dünyada, həm də axirətdə böyük xoşbəxtliyə nail olar. Uca Allah Möminin surəsinin 115-ci ayəsində buyurur ki, yoxsa sizi əbəs yerə yaratdığınızı və qiyamət günü dirilib haqq hesab üçün hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz. Əziz möminlər, əgər bizdən əvvəlki möminlərin həyat tərzinə nəzər salsaq, görərik ki, onlar zamana qarşı son dərəcə məsuliyyətli olmuşlar. Məşhur səhabə İbn Məsud belə demişdir. Günəşin batdığı, əcəlimin yaxınlaşdığı, xeyr əməllərinin isə artmadığı günə təəssüf etdiyim qədər heç nəyə təəssüf etməmişəm. Kim bunu yaxşı dərk edib, bu dünyaya əbəs gəlmədiyini başa düşərsə, əməllərini düzgün yerinə yetirər, yatmaq vaxtı yatar, iş zamanı işini görər, bədəninin ehtiyac duyduğu qədər, yəni ki, istirahət edib, sonra isə fəaliyyətini davam etdirər. Həmçinin dini mükəlləfiyyətlərini uca Allahın buyurduğu kimi icra edər, haram əməllərdən uzaq durar. Beləliklə, son mənzilə gedənədək bu dünyada gözəl bir həyat sürər. Bu həyat insanın özünün rahat, qəlbinin xatircəm, köksünün açıq, işlərinin asan, ruzisinin bol, özü və bütün əzizlərinin xoşbəxt olduğu bir ömürdür. Uca Allah Quran-Kərimin Nəhl surəsinin 97-ci ayəsində belə buyurur. Mömin olub, yaxşı işlər görən, Allaha itayət edən kişi və qadına dünyada və axirətdə xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Xütbəmizi bu dua ilə bitirək. Ey uca Rəbbimiz, bizə faydalı fəaliyyətləri təlqin et və öyrətdiyin əməllərdə bizi sabit qədəm et. Sən hər şeyi bilənsən, hikmət sahibisən. Ələ innə əhsənəl kələm və biləvən nizəm kələmullahil məlikil əziz ələm kəmə qələ Allah-u Teala təbarəkətül kəlam və izə quriyər Qur'anı fəstəmilə fəənsit ilə əlləkum turhamun əuzu billahi minəşşeytanirracim bismillahirrahmanirrahim innəd-dinə indəllahil islam sadaqallahul azim Əb-Taib minəz-zəmbi kəmən lə zəmbənə Əstəğfirullah əl-əzim və ətub ileyh Vəs'əbullah li və ləkumut təflik. Elhamdülillah, elhamdülillah, elhamdülillah Həmdəl kəmilinə və salat və salam Ələ Rasulina Muhammedin və lə alih və sahbi əcməin تعزما لنبيه وتكريما لسفيه فقال عز وجل قائلا مخبرا وعامرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على سيدنا محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم انصر الإسلام والمسلمين اللهم أعيد كلمة الحق والدين إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون